Bakı metropoliten tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən 28 may və Nizami stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Xəbər eksperti xəbər verir ki, Askon Holding şirkətlərindən olan Bakı metropoliteni tərəfindən qırmızı və yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Bakı metrosunda 28 may Nizami istiqamətində qatarların hərəkətinin müvəqqəti dayandırılması sərnişinlər üçün ciddi narahatlıq yaratsa da, məsələyə yalnız gündəlik nəqliyyat çətinliyi prizmasından yanaşmaq düzgün olmazdı. Çünki bu məhdudiyyət Bakı metrosunun gələcək inkişafı üçün nəzərdə tutulan daha böyük struktur layihəsinin tərkib hissəsidir. Əsas məqsəd qırmızı və yaşıl xətlərin bir-birindən ayrılaraq müstəqil işləməsinin təmin edilməsidir. Bunun üçün Cəfər Cabbarlı ilə Nizami arasında təxminən 200 metrlik yeni tunelin yaradılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi 28 maydakı mövcud xətt sxeminin dəyişdirilməsinə və müəyyən müddət ərzində qatar hərəkətinə məhdudiyyət qoyulmasına səbəb olur.